Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Bu gün mən sizə OTK-nın təqdim etdiyi 11-ci siniflər üçün blok sınavında coğrafiya suallarının izahını verəcəm. Vaxt itirmədən sualların izahına keçirik. Deməli, 31-ci sualdan başlayırıq. Qitələrin şərqində yerləşən dəniz limanlarını müəyyən edin. Burada bizə dəniz limanları vermişdir və ancaq qitələrin şərq hissəsində olanları biz seçməliyik. Diqqətlə baxırıq. A variantında İskəndəriyyə, bilirik ki, bu Afrikanın şimalında. Seattle limanı isə ABŞ-ın qərb hissəsindədir. Deməli, A variantı yanlışdır. Çünki bizə şərqində olanları soruşulur. B-də Santos Tubaran, bunlar Braziliyada. Bildiyimiz kimi bu limanlar Cənubi Amerikanın, yəni Amerika qitəsinin şərq hissəsində yerləşir. Lakin Dampier limanı isə Avstraliyanın qərb hissəsində olduğu üçün B də yanlışdır. C variantında Şanxay Çinə məxsusdur. Yəni bu Asiyanın şərqində yerləşir. Vankouver isə Kanadaya məxsusdur və Vankouver limanı Amerikanın qərbində olduğu üçün C də yanlışdır. D variantında San Francisco Amerika qitəsinin qərbində ABŞ-a məxsus bir limandır. New York isə şərqində yerləşir və avtomatik qərbində olduğu üçün D də yanlışdır. E variantı Newcastle. Newcastle bir qədər Avstraliyanın cənub hissəsində olsa da nisbətən şərqə doğrudur. Yəni Avstraliyanın şərqinə uyğun gəlir. Richards Bay Afrikada bildiyimiz kimi Carın şərq hissəsində yerləşir. Filadelfiya isə ABŞ-da şərq hissədə yerləşdiyi üçün, yəni Atlantik okean sahillərində olduğu üçün hər üçü şərq hissədə yerləşən limanlara aiddir. Doğru cavabımız Y variantı. 32-ci suala baxırıq. Braziliya və İndoneziya üçün oxşar xüsusiyyətlər. Meşə ehtiyatları zəngindir. Həm Braziliya, həm İndoneziyada ekvator meşələr olduğu üçün bir doğrudur. Əlvan metal ehtiyatlara malikdir. Braziliyada, həm də İndoneziyada bildiyimiz kimi qala ehtiyatları, Braziliyada dəmir filezi ehtiyatları, həmçinin də bundan başqa boksit ehtiyatları olduğu üçün əlvan metal ehtiyatlarına malikdir fikri doğrudur. Üçdə bir neçə dənizlə əhatə olunmuşdur. Braziliyanın ətrafında biz dənizləri görə bilmərik. Okean sahili ərazilərdir əsasən. Amma İndoneziyanın ətrafında dənizlər var. Yəni bu İndoneziyaya aid olsa da Braziliyaya aid deyil. Dörddə təbii kauçuk istehsalına görə fərqlənir. Bəli, təbii kauçuk həm Braziliya, həm İndoneziyada rast gələn üçün 4 doğrudur. Avtomobil yollarının uzunluğuna görə dünyanın qabaqcıl yer tutur. Bu Braziliyaya aid olsa da İndoneziyaya aid deyil. Ərazisində meqalopolis var. Bunların həm Braziliya, həm İndoneziyanın ərazisində heç birində meqalopolislərə rast gəlinmir. Cavabımız 1, 2, 4 D variantı. 33-cü suala baxırıq. Sxemdə A məntəqəsində havanın temperaturu 16 dərəcə. Diqqətlə baxırıq. A məntəqəsi dənizin sahilindədir. B məntəqəsində isə -8 dərəcə temperatur müşahidə edilmişdir. Və gördüyünüz kimi B məntəqəsi dağın hündür hissəsində yerləşir. Və C məntəqəsindən A məntəqəsinə axın çayın uzunluğu 1000 kilometr olarsa, o zaman çayın meyilliliyini hesablayın. Bildiyimiz kimi çayın meylini tapmaq üçün düşməni çayın uzunluğuna bölmək lazımdır. Biz bu dusturu bilməliyik. Meyillilik bərabər düşmə bölünsün uzunluq. İndi əvvəlcə A ilə B arasında temperatur fərqini tapırıq. Yəni 16 dərəcədən çıxırıq -8 dərəcə. Bu zaman 24 dərəcə. Bilirik ki, hər 1000 metr hündürlüyə qalxanda 6 dərəcə Selsi düşür. Onda x metrə 24 dərəcə. Bu zaman 4000 metr alınır. Deməli, A məntəqəsində B məntəqəsində 4000 metr fərq var. O zaman kəsmə hündürlüyü tapmaq üçün boşluqları, bura dəniz səviyyəsi olduğunu 0 götürəcəyik və boşluqları hesablasaq 1, 2, 3, 4 və 5 boşluq var. Ona görə də biz 4000-i 5-ə bölürük. Bu da eləyir 800 metr. Deməli, biz kəsmə hündürlüyünün də 800 metr olduğunu müəyyən etdik. İndi isə A və C məntəqələr arasında hündürlüyü tapaq. A ilə C-nin arasında 1, 2, 3, 4. Yəni 4 dənə boşluq var. Ona görə də 4-ü biz vurmalıyıq 800-ə. Bu da eləyəcək 3200.
Düşməni müəyyən etdi 3200. Çayın uzunluğu da bizə verilmişdi ki, çayın uzunluğu da 1000 kilometrdir. O zaman biz meyilli tapmaq üçün 3200 metri bölməliyik 1000 kilometrə və 3,2 metr böl kilometr cavabı almış oluruq. Doğru cavabımız B variantı. 34-cü suala baxırıq. Uyğunluğu müəyyən edin. Çaylar və onun keçdiyi inzibati rayonlarla bağlıdır. Tərtər çayı Daşkəsən rayonundan keçmədiyi üçün bir yanlışdır. 2-də Köndələn çay Füzuli rayonu ərazisindən keçdiyi üçün 2 doğrudur. 3 Viləşçay Masallı rayonu ərazisindən doğrudur. 4-də Həkəri çayı Cəbrayıl rayonu ərazisindən keçmir, Qubadlı və Zəngilana aiddir. 5-də Girdiman çayı Qəbələ rayonu yox, Ağsu, İsmayıl rayonlarının ərazisindən keçir. Deməli, Girdiman çayı yanlışdır. Kürmüz çayı isə Qax rayonu ərazisindən keçdiyinə görə 6 doğrudur. 2, 3, 6 D variantı. 35-ə baxırıq. Qanı Xəriçay çökəkliyində yayılmış çəmən meşə torpaqlarının Kür Araz ovalığında yayılmış boz torpaqlarından fərqli əlaməti. Qanı Xəriçay çökəkliyində çəmən meşə torpaqlarının yaranmasının səbəbi orada şirin yeraltı sularının səthə yaxın yerləşməsidir ki, bu da intrazonal landşaftlar deyilir. Baxaq ki, Qanı Xəriçay bildiyimiz kimi qışı quraq keçən mülayim isti iqlim tipində yerləşir. Bu doğrudur. Lakin Kür-Araz yarımsəhra və quru çöl olduğu üçün deməli bu Qanı Xəriçaya aiddir. Tektonik çökmə zonasında yayılmışdır. Qanı Xəriçay və Kür-Araz hər iki tektonik çökmədir. Bu oxşar cəhətdir. Yaranmasında introzonal amillərin təsiri böyükdür. Bu introzonal amillər Qanı Xəriçayda, yəni o çəmən meşə torpaqlarının yaranmasının səbəbi məhz intrazonal amillərdir. Deməli 3 aiddir. 4. Kür-Dağraz çökəklik Təbriz vilayətində yayılmışdır. Deməli, Qanıq Əyriçayda həm də Kür-Araz ovalığında yayılmış torpaqlar hər biri Kür-Dağraz çökəkliyinə aid olduğu üçün bu oxşar cəhətdir. 5. Üzərində düzən meşə landşaftı formalaşmışdır. Bəli, Qanıq Əyriçayda düzən meşə landşaftında çəmən meşə torpaqları formalaşır. Amma bu Kür-Arazdakı boz torpaqlara aid deyil. 6-da antropogen yaşlı suxurlar olduğu ərazidə yayılmışdır. Həm Qanıq Əyriçay, həm də boz torpaqların yayıldığı ərazilərdə antropogen yaşlı suxurlar olduğu üçün bu oxşar cəhət kimi götürüləcək. 1, 3 və 5 D variantı. 36-cı suala baxsaq, Gəncə, Daşkəsən və Qazax Tovuz iqtisadi rayonlarında mövcud olmayan faydalı qazıqların şərti işarəsini müəyyən edin. A variantında qızıl, B-də neft, C-də dəmir filizi, D-də bildiyimiz kimi molibden, Y-də isə mis ehtiyatları verilmişdir. Və baxaq görək, qızıl ehtiyatları bildiyimiz kimi hər iki iqtisadi rayonunda olmayan ehtiyat. Məsələn, qızıl ehtiyatlarına biz fikir versək, Qazax Tovuzda, məsələn, Gədəbəy qoşa qızıl yatağı var. Ona görə də bu olmaz. Neft ehtiyatlarına da nisbətən bu Samux rayonu ərazisində rast gəlindiyi üçün o zaman Qazax Tovuzda olmaz. Çünki Qazax Tovuzda var bu ehtiyatlar. Dəmir filizi elə Gəncə Daşkəsəndə dəmir filizi ehtiyatları olduğu üçün çıxacaq. Y variantı mis ehtiyatları bildiyimiz kimi Gədəbəydə mis ehtiyatları var və o da deməli burada Qazax Tovuz iqtisadi rayonunda olduğu üçün yer də yanlışdır. Amma fikir versək, nə də Gəncə Daşkəsəndə, nə də Qazax Tovuz iqtisadi rayonlar ərazisində heç birində molibden ehtiyatları olmadığı üçün molibden ehtiyatları ancaq Naxçıvan ərazisində, Ordubadda, Paraqaçay, Diyaqçay ərazilərində rast gəlindiyi üçün bu heç birinə aid olmayan cəhət olacaq. Cavab variantımız D variantı. 37-ci suala bax. Mətndə sizin hansı fikir doğru deyil? Yaponiyanın sənaye sahələrinin çox hissəsi inkişaf etmiş digər dəniz sahili region və ölkələrdə olduğu kimi sahil boyunca yerləşir. Bu əsasən xam malın xarici ölkələrdə dəniz yolu vasitəsilə gətirilməsi ilə əlaqədardır. Bu müəssisələrin sahil boyunca yerləşməsi istehsal olunan məhsulun maya dəyərinin aşağı düşməsinə imkan verir. Yanlış fikri bizdən soruşur. Müəssisələrin bu cür yerləşdirilməsi istehsalın gətirmə xammaldan asılı olduğunu göstərir. Bəli, bu doğrudur. Çünki gətirmə xammala əsaslandığı üçün dəniz sahilindədir. B-də müəssisələrin bu cür yerləşdirmə ABŞ və Qərbi Avropa ölkələri üçün və xarakteri. Bunlarda əsasən gətirmə xammal olduğu üçün bu da doğrudur.
Müəssisələrin burada yerləşdirilməsi istehsal olunan məhsulun qiymətinə təsir edir. Bəli, mayə dəyəri aşağı düşürsə, qiyməti də aşağı düşür. Bu da doğrudur. Müəssisələrin burada yerləşdirilməsi nəqliyyat xərclərini azaldır. Təbii ki, elə sahil boyunda yerləşməsinin səbəbi də budur. 7. Sahil boyunca əsasən metallurgiya müəssisələri yerləşir. Bu yanlış cavabdır. Metallurgiya müəssisələri sahil boyunca əsasən yerləşdirilmir. Bu sahilyanı ərazilərin çirklənməsinə səbəb olur. Yəni burada e, yanlış cavab Y variantıdır. 38-ci suala baxırıq. Uyğunluğu müəyyən edin. Türk dövlətləri və qurumları onlara uyğun olan biz gölləri müəyyən edirik. Sintezyan Uyğur, Qazaxıstan, Qırğızıstan və Türkiyə. Sintezyan Uyğur Çin Xalq Respublikasının ərazisində yerləşir. Bunlara uyğunlaşdırsaq, Sintezyan Uyğur ərazisində olan göl Lobnor gölüdür. Qazaxıstanda Balxaş gölüdür. Qırğızıstanda İssik-Kul gölüdür və Türkiyədə isə Tuz gölü yerləşir. 1-ə D, 2-ə A, 3-ə B və 4-ə C variantı olan B variantında sualın doğru cavabı yerləşir. 39-a baxırıq. Həqi sahəsi 1562,5 kvadrat kilometr olan meşənin xəritə üzərindəki sahəsi 2,5 sm kvadrat olarsa, həmin xəritədə meşənin qərbindən şərqinə qədər olan məsafə 22,2 sm olarsa, həqiqi məsafəni tapın. Əvvəlcə biz miqyası tapmaq üçün biz kök altında, yəni 1562,5-i bölməli 2,5-ə. Bu da eləyir 625 və kök olaraq 25 çıxır. Yəni 25 kilometr. O zaman deməli bizim 1 santimetrə, yəni həqiqətdə 25 kilometr uyğun gəlirsə, biz burada 22,2 santimetr tapmalıyıq. 22,2-ni vurmalıyıq 25-ə. Bu da eləyəcək 555 kilometr. Deməli, sualın doğru cavabı Y variantı 555 kilometr olacaqdır. İndi isə 40-cı suala baxırıq. Mingəçevir su anbarının ətrafında yerləşən inzibati rayonları müəyyən edin. A variantında Yevlax, Samux rayonları düzgün göstərilib, lakin Goranboy uyğun gəlmir. B variantında Şəmkir. Şəmkir Mingəçevir su anbarı ətrafında yerləşmir. Bu yanlışdır. C-də Samux, Göygöl və Goranboy rayonları yerləşmir. D variantı Yevlax, Ağdaş və Şəki. Bəli, Yevlax, Ağdaş və Şəki Mingəçevir su anbarının ətrafında yerləşən inzibati rayonlardır. Yerdə Qax, Şəki, Oğuz, yəni burada Oğuz yerləşmədiyi üçün burada Y variantı yanlışdır. Doğru cavabımız olacaq Yevlax, Ağdaş və Şəki. 41-ci suala baxırıq. Yay gündönümü günü günəş şüalarının 30,5 dərəcə bucaq altında düşdüyü məntəqələrin yerləşdiyi coğrafi enişləri müəyyən edək. Biz bunu müəyyən etmək üçün təbii ki, həm dustur, həm də dustursuz da istifadə edə bilərik. Yəni, yay gün dönümündə günəş bilməliyik ki, harda zenitdə olur? 23,5 dərəcə şimal enliyində zenitdə olur. Yəni, bu o deməkdir ki, həmin enliyə günəşin düşmə bucağı 90 dərəcə olur. Lakin burada 30,5 dərəcə düşür. Yəni, 90 dərəcədən biz 30,5 dərəcəni çıxsaq, bu deyilir 59,5 dərəcə edəcək. O zaman biz belə bir düstur enli plus 23,5 bərabərdir 59,5. Burada enliyi tapmağım üçün, əgər burada biz plus işarəsini götürmüşüksə, deməli burada cənub enli cavabı olacaq. 59,5-dən 23,5-i çıxsaq, bu da eləyəcək 36 dərəcə cənub enliyi. Növbəti dəfə isə enlik minus 23,5 bərabər 59,5 eləyəcək. Bu zaman bizim tapdığımız cavab eləyəcək 83 dərəcə şimal enliyi. Yəni cavabımız olacaq 83 dərəcə şimal enliyi və 36 dərəcə cənub enliyi. 42-də kənd təsərrüfatı təyinatlı torpaqların sahəsinin daha çox olduğu ərazilər soruşulur. Yəqin ki, daha çox olduğu ərazilər soruşulur. Çünki burada bu hissə silinib, görünmür.
Çox olduğu ərazilər soruşursa, təbii ki, ölkə sahələri böyük olan və nisbətən də əraziləri əlverişli zonalarda olan ölkələri seçməliyik. Bunun əsasında biz burada 6, yəni Əlcəzair, 2 də Səudiyyə Ərəbistan cavablarını çıxırıq. Çünki bunların ərazisində kənd təsərrüfatı üçün yararlı torpaqlar azlıq təşkil edir. Çünki səhralıq ərazilərdir. Deməli, burada biz 2 və 6 cavablarını çıxdığımız zaman avtomatik olaraq cavabımız 3, 4, 5 alınacaq. Baxaq 3 və 4, 5-ə. 3 Çin, 4 Braziliya, 5-də isə Argentina. Bəli, bunlarda kənd təsərrüfatlı torpaqlar, yəni ərazisi əlverişli iqlimdə yerləşdiyi üçün kənd təsərrüfatı təyinatlı torpaqlar üstünlük təşkil edir. 1-də isə Finlandiya göstərilir. Finlandiyanın ərazisinin çox hissəsi daimi donuşluq olduğu üçün burada kənd təsərrüfatlı təyinatlı torpaqlar təbii ki, azlıq təşkil etmiş olacaqdır. 43-cü suala baxırıq. Ərazilərə uyğun gələn torpaq tiplərini müəyyən edin. Ərazilərə fikir versək, 1 Qaradəniz sahilləridir, 2 İran körfəzi, Ərəbistan yarımadası, 3 isə Avropanın qərb hissəsindədir. Və müvafiq olaraq buranın torpaqlarına nəzər yetirsək, birdə bu çöl, meşə çöl ərazilərində daha çox qara torpaqlar rast gəlinəcək. 2-yə uyğun gəlir bu səhralıq ərazidə Ərəbistan və orada səhralıq ərazilərdə boz qonur torpaqlar. 3-də isə enliyarpaqlı meşələr ərazisinə uyğun gələn qonur meşə torpaqları üstünlük təşkil edəcəkdir. 1-ə B, 2-yə C və 3-ə isə D uyğun gəlir. 1-ə B, 2-yə baxaq. 1-ə B uyğun gəldi, 2-yə Y uyğun gəlir, 3-ə isə D uyğun gələn cavabı tapırıq. Cavab D variantında öz əksini tapmışdır. Burada qəhvəyi torpaqlar və qırmızı qonur torpaqlara rast gəlinmir. Növbəti 44-cü suala baxırıq. Hansı kənd təsərrüfatı bitkisinin yetişdirilməsi üçün fəal temperaturların cəmi çox olmalıdır? Fikir versək, şəkər çuğunduru, kətan, çəltik, kartof və buğda qeyd olunmuşdur. Kartof, buğda, kətan və şəkər çuğunduru. Bunlar mülayim enişlərdir. Amma çəltik daha çox subekvatorial, ekvatorial enlişlərdə, yəni bu enlişlər ekvatora yaxın olduğu üçün həmçində çəltik bitkisi daha isti və rütubət sevən olduğu üçün fəal temperaturların cəminin çox olduğu ərazilərə uyğun gəlir. Cavab burada Y variantı. 45-ci suala baxırıq. Xəritə sxeməsinin ölkələri müəyyən edin. Ölkələri birinci ölkəyə fikir versək, bu Qara dənizə çıxışı olmayan, yəni heç bir okeana çıxışı olmayan. 1-də Moldovadır, 2-də Rumıniyadır, 3-də Bolqaristandır, 4-də Yunanistandır, 5-də isə Türkiyə göstərilmişdir. Müvafiq olaraq cavablarda 1 Moldova, 2 Rumıniya, 3 Bolqaristan, 4 Yunanistan, 5 də Türkiyə cavablarını seçirik. Doğru cavabımız olar C variantı. Növbəti sual. Sahil ərazilərində buxarlanma və buxarlanma qabiliyyəti arasında fərqin azalmasına səbəb olan okean cərəyanları. Buxarlanma və buxarlanma qabiliyyəti arasında fərqin azalmasında rol oynayan cərəyanlar deyilən zaman biz burada isti cərəyanları seçməliyik. İsti cərəyanlar olan Kanar soyuq cərəyandır. Ona görə bunu seçməyəcəyik. Braziliya isti cərəyandır. Peru soyuq cərəyandır. Mozambik seçəcəyik isti cərəyandır. Kaliforniya soyuq və Şimali Atlantika isə isti cərəyanlardır. 1, burada cavabımız olacaq 2, 4 və 6. 2, 4, 6, yəni burada variant A variantı. 47-ci suala baxırıq. Çi Qafqaz dağlarına aid olan xüsusiyyətləri müəyyən edin. Filiz faydalı qazlar geniş yayılmışdır. Bu təbii ki, doğrudur. Burada ən çox filiz faydalı qazlar Çi Qafqazın şimal-şərq hissəsindədir. Sürüşmə prosesləri daha tez baş verir. Sürüşmə prosesləri Böyük Qafqazda, xüsusən onun cənub və şimal-şərq yamaclarında baş verir. Sönmüş vulkan konusları yayılmışdır. Bəli, Qarabağ vulkanik yaylasında sönmüş vulkan konusları yayılmışdır. Ölkə ərazisində ən qədim suxurlar burada rast gəlinir. Bəli, bu da doğrudur. Çünki Çi Qafqazda Əsgərçay Zəmzə dərəsində rast gəlinir. Paleozoyaşlı suxurlar. 5-də yüksək dağlıqda meşələr quru çöllərlə əvəz olunur. Meşələrdən sonra quru çöllərlə əvəz olunma Talış dağlarına aid xüsusiyyətdir. Bu yanlışdır. Cənub-şərqdən şimal-qərbə doğru, cənub-şərqdən şimal
qərbə doğru mütləq hündürlükdə azalır fikri də yanlışdır. Burada cavab 1, 3 və 4 Y variantı. 48-ci suala baxırıq. İlin əvvəlində ölkə əhalisinin sayı 12.400 min nəfər, hər 1000 nəfərə düşən təbii artım isə 3 nəfər olmuşdur. İlin sonunda ölkə əhalisinin sayı 12.430 min nəfər olarsa, emiqrantların sayı tapın. Emiqrantlar, yəni ölkədən gedənlərdir. Baxaq, əvvəlcə təbii artımı burada mütləq təbii artımı tapaq. Yəni 12.400 min nəfərə x nəfər, hər 1000 nəfərə isə 3 nəfər artmışdır. O zaman biz x-i burada tapsaq, deməli bu bizə verəcək 12.400-ü 3-ə vururuq. Bu da eləyəcək 37.200 nəfər, yəni artım 37.200 nəfər olmuşdur. Amma ölkə əhalisinin biz sayına fikir versək 12.400 idi. 12.430 min. Yəni təxminən 30 min nəfər artmışdır. Yəni bu o deməkdir ki, 37 min əhalinin, yəni 37 min əhalinin 30 mini təbii artım hesabına artıbsa, buradan görünür ki, 400 min, 430 min olub. 30 mini təbii artım hesabımızsa 7200-ü deməli miqrant, yəni emiqrantlar hesabına artmış olmuştur. Yəni emiqrantların sayı burada 7200 olacaqdır. Yəni əslində 37 min artmalı idi, amma 30 min artıb. Deməli 7200 nəfər ölkədən getmişdir ki, əhalinin sayı 30 min artmış olmuşdur. Cavab Y variantı. 49. Azərbaycanda antropogen dövrünə aid çökmə mənşəli suxulların yayıldığı düzənlik ərazilərdə əmələ gələn eksogen relief formaları antropogen dövrünə aid çökmə suxu düzən ərazilərdədir və burada A variantı troq dərələr buzlaqdır, bu ola bilməz. V şəkilli dağlıq ərazilər üçün xarakterlidir. Gətirmə konusu yenə də V şəkilli. Gətirmə konusu olsa da V şəkilli olmaz. D-də arid denodasiya Morente. Moren buzlaqlara aiddir dağlıq ərazilər üçün. Amma gətirmə konusu və meandrlar, bəli, təbii ki, antropogen dövrünə aid çökmə mənşəli suxuların yayıldığı ərazilərdə həm gətirmə konuslara, həm də meandrlara rast gəlinir. 50-ci suala baxaq. Qışı quraq keçən soyuq iqlim tipinin yayıldığı əraziləri müəyyən edin. Bu əsasən hündürlüyü daha çox deməli dağlıq ərazilər üçün xarakterikdir. Təbii ki, orta və yüksək dağlıq əraziləri də bu özünü göstərir. Yəni 1400 metrdən deməli hündür ərazilərdə, bəzi yerlərdə hətta 2000 metr hündürlükdən daha çox olan ərazilərdə qışı quraq keçən soyuq iqlim tipinin yayıldığı ərazilər rast gəlinir. Bunların əsasında biz fikir versək, ümumiyyətlə Naxçıvan ərazisində yayı quraq keçən soyuq iqlim var. Deməli bu 6 ümumiyyətlə cavablardan çıxılır. Sonra növbəti cavabda 2-yə fikir versək, 2 Böyük Qafqazın şimal yan silsilədir. Burada qışı quraq keçən soyuq iqlimə rast gəlinir. 3 burada daha hündür ərazi olduğu üçün burada qışı quraq keçən soyuq iqlim yox. Burada Böyük Qafqazın cənub, burada dağ tundra və ya yağıntıları bərabər paylanan soyuq iqlim olardı. 3 də yanlışdır. Deməli 3 olan cavablarda çıxırıq. Cavab 1, 2 və 5 qalır. Baxın, Çiy Qafqazın orta və yüksək dağlıq ərazilərində, Böyük Qafqazın orta və yüksək dağlıq ərazilərində, həmçinin 5 rəqəminə göstərən bu yüksək dağlıq ərazilərdə qışı quraq keçən soyuq iqlim tipinə rast gəlinir. Növbəti 51-ci suala baxaq. Doğru ifadələri müəyyən edin. Sibir çaylarının qidalanmasında qar və yağış suları üstünlük təşkil edir. Bu doğrudur. Şimali Avropada vulkanik göllər geniş yayılmışdır. Vulkanik göllər yox, buzlaq mənşəli göllər olacaqdır. Paxa və Po çayları suvarmada istifadə olunmur. Əslində bunlar subtropik iqlim qurşağında olduğu üçün yay aylarında istifadə olunur olmalıdır. 2-3 yanlışdır. Deməli 2-3 yanlışdırsa, Dəzlə və Fərat çaylarının öz başlanğıcını Anadolu yaylasından götürür. Bu doğru fikirdir. Amur çayı il boyu. Amur çayı musson rejimli çay olduğu üçün əsasən yay aylarında bol sulu olur. Deməli 5 də yanlışdır.
Deməli cavabımız olur 1, 4, 6. Orta Avropanın bəzi çaylarına qabarma zamanı okean gəmiləri daxil ola bilir. Məsələn, buna misal olaraq Temza çayını göstərə bilərik. 1, 4, 6 C variantı. 52-ci suala baxırıq. Ural dağları və böyük su ayrıcı dağlar. Şərq hissəsində rütubətli tropik iqlim hakimdir. Bu təbii ki, böyük su ayrıcı dağlardır. Şərq hissəsində passat küləkləri və cərəyanın təsiri ilə burada rütubətli tropik iqlimi yaranmış olur. Paleozen erasında yaranmışdır. Hər iki dağ Paleozen erasında yaranmışdır. Yəni qədim dağlardır. Qərb hissəsində daha çox yağan. Ural dağlarının qərb hissəsinə bəli, qərb küləklərinin təsiri ilə bol yağıntı düşür. Cənub hissəsində subtropik iqlim qurşağı yerləşir. Bu böyük su ayrıcı dağlarına aid olan fikirdir. Şərqində cavan platforma var. Ural dağlarının şərq hissəsində Qərbi Sibir cavan platforması var. Qərbində qədim platforma yerləşir. Bu böyük su ayrıcı dağlarına aid olan həm də Ural dağlarının qərbində. Böyük su ayrıcı dağlarında Avstraliya platforması, Ural dağlarının qərbində isə Şərqi Avropa platformaları qədim platformalar hesab edilir. Cavab 1, 3, 5, 2'ye 1, 4 və 2, 6 C variantı. 53-cü suala baxırıq. 20 dərəcə Selsi temperaturda havanın nisbi rütubəti 30% olarsa 4 kub metr havada olan rütubətin miqdarını müəyyən edin. Və nəzərə alın ki, 20 dərəcə Selsi temperaturda 1 kub metr havada maksimum 17 qram su buxarı ola bilər. O zaman biz 17 qramı 100% götürürük və yəni 17-nin 30%-ni tapmalıyıq. Bu da bizə verir 5,1 qram. Deməli 1 kub metr havada 5,1 qram su buxarı varsa, bəs 4 metr kub havada nə qədər olur? 4-ü isə 5,1-ə vursa, bu da eləcək 20,4 qram su buxarı. Cavabımız oldu 20,4 qram. 54-cü suala baxaq. Sumqayıt və Mingəçevir şəhərlərinin oxşar xüsusiyyətlərini müəyyən edin. Mineral su doldurma müəssisələri fəaliyyət göstərir. Bu heç birinə aid deyil. Yüngül və yeyinti sənaye müəssisələri mövcuddur. Bu doğrudur. Elektroenergetika sahəsi mövcuddur. Yəni burada Mingəçevirdə həm istilik elektrik stansiyaları, həm də su elektrik stansiyası, eyni zamanda Sumqayıtda da istilik elektrik stansiyaları var. Yəni bu elektroenergetika sahəsi mövcuddur, fikri doğrudur. Sənaye parkları var. Məsələn, Sumqayıtda Kimya Sənaye Parkı, həmçində Mingəçevir Sənaye Parkı var. Neft emalı müəssisələri fəaliyyət göstərir. Bu Mingəçevirə aid deyil, Sumqayıta aid ola bilər. Yəni bu oxşar cəhət ola bilməz. 2, 3 və 4. 55-ci suala baxaq. Sxemə uyğun gələnləri müəyyən edin. Baxırıq ki, litosfer tavaları burada bir-birlərindən kənarlaşıb, yəni divergent zonasıdır və divergent okean tipli tavaların ayrıldığı ərazilərdə Marianovu ola bilməz, bu toqquşmaya aiddir. Rift dərələri yaranır, tavaların ayrılma sərhədi boyu. Pasxa adası Aliyut adaları toqquşmaya aiddir. And dağları toqquşmadır. Bir də Orta Okean dağ silsilələri yaranır. 2, 3 və 4. 56-cı suala baxır. A və B istiqamətində fiziki coğrafi rayonları ardıcıl olaraq müəyyən edin. A-dan B-yə doğru hərəkət edəcək. Burada hansı fiziki coğrafi rayonlar rast gəlir? Bunları ardıcıl düzmək lazımdır. Deməli, burada birinci gələcək A-dan Qarabağ vulkanik yaylası. Daha sonra Qarabağ dağları, sonra Qazax Qarabağ gələcək. Bu ərazidə əvvəlcə Küdri Şirvan, sonra isə Ceyrançöl, Acınahoru görə bilərik. Deməli, ardıcılımız belə olacaq. 3, 1, 2, 5 və 4. 57-ci suala baxırıq. Sakit, Atlantik və Hind okeanına aid olan burada bizə dənizlər soruşulur. Deməli, burada 1, 2, 3 yazaq. Kalimantan, burada biz Sakit okean götürəcəyik. Atlantik okeanına aiddir. Kuba və Haiti adaları Atlantik okeanına aiddir. Hind okeanına aid olanlar isə burada Hind okeanına Şri-Lanka adası, Tayvan adası isə Sakit okeana aid edilir. İndi isə situasiyaya baxaq. Arid iqlim şəraitində çayların su basarında əmələ gələn bu meşələr
Azərbaycanın düzənlik ərazilərində yayılmış digər meşələrdən fərqlənir. Düzənlik ərazilərdə əhali sıx məskunlaşdığı üçün meşələr intensiv antropogen təsirə məruz qalmışdır. Bu meşə ekosistemi qorumaq üçün xüsusi mühafizə olunan ərazilər təşkil edilmişdir. Burada qoruqlar, milli parklardan söhbət gedir. Mətndə verilmiş meşələrin əmələ gəlmə səbəbini və onların qorunması üçün yaradılmış qoruğun adını müəyyən edib yazın və qoruğun yerləşdiyi ərazinin əmələ gəlmə səbəbi bildiyimiz kimi şirin yeraltı sulardır və digər isə çay suları ola bilər. Çay suları və söhbət burada Qarayazı qoruğundan gedir və onun yerləşdiyi ərazilər təxminən bu hissədə Ağstafa rayonu ərazisində yerləşir. Mətndə verilmiş meşələrin adını və Azərbaycanda siz hansı çayın sahilində yayıldığını müəyyən edin. Deməli, burada söhbət Tuqay meşələrindən gedir. Tuqay meşələri və bu da Kür çayı sahilində yayılmışdır. Cavab Kür çayı. Mətndə verilmiş meşələrin sahəsinin azalmasına səbəb olan antropogen amilləri müəyyən edib yazın. Burada bir çox nümunə yazmaq olar. Sənayenin inkişafını yazmaq olar. Daha sonra sənayenin inkişafı, sonra kənd təsərrüfatının inkişafı. 3 su anbarlarının yaradılması. 4 mal-qaranın otarılması. Deməli, kənd təsərrüfatının inkişafı, sənayenin inkişafı, su anbarlarının yaradılması, mal-qaranın otarılması, meşələrin qırılması və bu səbəbləri bura yazmaq olar. Sualların izahı bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm.